Herkese salam, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte UTK'nın 2 noyabr 2025-ci ildə 9-cu siniflər üçün keçirmiş olduğu buraxılış sınav imtahanının ətraflı izahına baxacağıq. Altına xətt çəkilmiş sözün tərcüməsi aktiv deməkdir. Tərcüməyə əsasən doğru variantımız C variantı, yəni enerjili deməkdir. 57-ci sualımızda əvəzliyin seçilməsi tələb olunur. Diqqət yetirək ki, birinci boşluğun sağ tərəfində feil var, ikinci boşluğun sağ tərəfində isə isim var. İkinci tərəfdə ismin olması bizə bildirir ki, biz yərik əvəzliyinin aslı formasını yazmalıyıq. Adlı kal ola bilməz və yaxud da yərik əvəzliyin müstəqil formaları ola bilməz. Çünki yərik əvəzliyinin müstəqil formalarından sonra isim gəlmir. İki variant arasında qalıram. He-ni yazsam, have yox, has olmalıydı. Bu səbəbdən də he də ola bilməz. Doğru cavabım B variantı. Artikelların seçilməsi tələb olunur. Ümumiyyətlə fikir verək ki, hər bir söz sayıla bilən tək isimdir. Meymun və qayıq. Yəni artikel olmadan istifadə ümumiyyətlə oluna bilməz. Eləcə də boat sözü B hərfi ilə başladığına görə ən artikelları da ola bilməz. Doğru cavabım Y variantı. 59-cu sualımızda information sözü sayılmayandır. Sayılmayan olduğuna görə A, D və B variantları çıxır. Elotdan sonra isə isim gələ bilməz. Bu səbəbdən doğru cavabımız C variantı. Elotov həm sayılan, həm də sayıla bilməyən isimlərlə istifadə oluna bilir. 60-cı sualımızdakı definitionun tərcüməsi çoxlu gücə və yaxud da qüvvəyə malik, yəni doğru cavabımız powerful, güclü. Deyə sözünə yaxın olan ismimizə əsasən uzlaşma həyata keçirilir. Box sözü cəmdə olduğuna görə xəbərim də cəmdə olmalıdır. D variantı doğru cavabımızdır. Bate yağ deməkdir, sayılmayan ismimizdir. Sayılmayan isimlərin qarşısında qeyri-müəyyən artikel istifadə oluna bilməz. Traditional T hərfi ilə başladığına görə qarşısında ən artikel ola bilməz. Ən artikeli yalnız saitlə başladıqda mövcud ola bilər. Bu səbəbdən doğru cavabımız B variantı. 63-cü sualımızda uzlaşma qaydasına əsasən qeyd edə bilərik ki, əgər mübtədada ayıncı tərkibli bir söz görürüksə, bu zaman mənim xəbərim təkdə olacaq. Mübtədam ayıncı ilə başlayır. Learning about different cultures. Ümumilikdə bütöv olaraqdan götürülür. Mədəniyyətlər sözünə baxmıram. Birbaşa ayıncıya baxıram. Ayıncını görən kimi xəbərimi təkdə axtarıram. Aşağıda da eyni şey keçərlidir. Məqsədlər sözünə baxmıram. Ayıncını görürəm. Xəbərim təkdə olmalıdır. Animals, photos və yaxud da Facebook sözünə baxmıram. Ayıncını gördüm, xəbərim də təkdədir, doğru. Yenə small house və yaxud da digər hissəyə baxmıram. Ayıncını gördükdə mən xəbərimi təkdə götürürəm. Doğru cavabım C variantı. 64-cü sualın tərcüməsinə baxaq. Birinci sözümüz fırtına, ikinci leysan, üçüncü duman deməkdir. Səmada qalın bulud, duman deməkdir. Güclü külək, yəni fırtına, leysan, güclü yağış. Doğru cavabımız B, C, A. Yəni C variantı. 65-ci sualımızda boşluğun sağ tərəfində isim yoxdur. Eləcə də burada da boşluğun sağ tərəfində isim yoxdur. Belə olan halda variantlara baxıram ki, variantlarda yərik əvəzliyinin aslı və müstəqil forması var. Mən yalnız müstəqil formanı yaza bilərəm. Aslı formanı yazsam, özündən sonra isim gəlməli idi. Bu səbəbdən aslı formaları gəlin çıxardaq. Beləliklə doğru cavabımız D variantı. Most beautiful üstünlük dərəcəsi olduğuna görə D artikelini qoymalıyam. World dünya tək olduğuna görə D artikelini qoymalıyam. 67-ci sualımızda Shakespeare'in əsərləri Shakespeare təkdir deyə apostrof S artırılıb. İkincidə kökdən dəyişən isim verilib. Kökdən dəyişən isimlər təkdə və yaxud da cəmdə olmasının aslı olmayaraqdan yalnız apostrof S ilə düzəlir, yanlışdır. Mənim qardaşımın dostu doğrudur. Dördüncü isə yanlışdır, çünki this təkdədir, cars isə cəmdədir. İşarə əvəzliyindən sonra gələn isim işarə əvəzliyi ilə uzlaşmalıdır. Təkdədirsə, özündən sonra təkdə olan isim gəlməlidir. Bu səbəbdən yanlışdır. 68-ci sualımızda düzgün antonimlər cütünü tapmaq tələb olunur. Birinci, böyük, kiçik, doğrudur. İkinci, nəzakətli, faydalı, yanlışdır. Qəribə, qeyri-adi, təmiz, çirkli, doğrudur. Qoca, cavan, doğrudur. Short tekstlere keçid edək. Öncəliklə tərcüməsinə baxıb, daha sonra detallı təhlil edək. 8 oktyabr çərşənbə günü tufan, fırtına gözlənilir. Zəhmət olmasa ehtiyatlı olun və çətir və yaxud da plaş götürün. Məktəb açıq olacaq, amma yollarda diqqətli olun.
A variantımız doğrudur. Məktəblər 8 oktyabrda açıq qalacaq, çünki mətndə deyilir ki, school will be open, yəni məktəb açıq olacaq. B variantı yanlışdır. Fırtına zamanı plaş geyinmək faydalı deyil, lakin mətndə isə çətir və yaxud da plaş götürün deyir. C variantında həftə sonu fırtına olacaq, yanlışdır, çünki mətndə Wednesday, yəni çərşənbə günü olacağı bildirilir. D variantı fırtına zamanı uşaqlar çətir istifadə etməməlidirlər. Mətndə isə belə bir qadağa yoxdur. Əksinə çətir götürmək məsləhətli olaraqdan verilir. E variantı məktəbə çətir və yaxud da plaş gətirməyə ehtiyac yoxdur. Yenə də yanlışdır, çünki burada bring an umbrella or a raincoat, yəni çətir və yaxud da plaş gətirmək tövsiyə olunur qeyd olunub. 70-ci sualımızda diqqət, yanğın baş verərsə bu təcili çıxışı istifadə edin. Çıxış qapısı açıldıqda zəng çalır. Sakit qalmağa çalışın və çıxışa doğru gedin. Bir-bir variantları təhlil edək. A variantı yanlışdır. İnsanlar yanğın olanda siqnal düyməsini tapıb basmalıdırlar. Mətndə deyilir ki, çıxış açıldıqda zəng özü çalır, yəni heç kim onu basmır. B variantı yanlışdır. Siqnal yanğın olmayanda çalır, əksinə mətndə deyilir ki, yanğın halında, yəni yanğın olanda çalır. C variantı yanlışdır. Yanğın olanda sakit qalmamalısan, əksinə sakit qalmağa çalışmaq qeyd olunur. D variantı da yanlışdır. Zəng çalanda insanlar təcili çıxışdan istifadə etməməlidirlər. Məhz yanğın zamanı bu çıxış istifadə olunmalıdır. Y variantımız doğrudur. Yanğın olanda insanlar təcili çıxışdan istifadə etməlidirlər. 71-ci sualımızın tərcüməsinə baxaq. Əziz Antoni, mən bir aylıq İstanbuldayam. Şəhərin tarixi hissəsində bir evdə qalıram. Otağımız çox böyükdür. Gündüzlər çox sakit olur. Küçədən səs eşitmirik. Şəhər mərkəzi gecələr çox canlanır və biz axşamlar gəzintiyə çıxırıq. Burada özümü çox rahat hiss edirəm. Tezliklə görüşərik, Julia. A variantı yanlışdır. Julia otaqda, küçədən çox səs eşidir. Əksinə olaraqdan səs eşitmədiyi qeyd olunur. B variantı yanlışdır. Antoni də İstanbula getmək istəyir. Mətndə Antoni haqqında belə bir məlumat ümumiyyətlə verilməyib. Mesaj, məktub Antoniya yazılır. Antoninin fikirləri haqqında bizim məlumatımız yoxdur. C variantı, Julia axşamlar şəhər mərkəzində gəzməyib. Əksinə mətndə deyilir ki, biz axşamlar gəzirik. D variantı yanlışdır. Julia'nın evi şəhərin müasir hissəsindədir. Əksinə olaraqdan tarixi hissədə olduğu qeyd olunub. Y variantımız isə doğrudur. Julia səyahətindən çox məmnundur. Buradakı cümlədən biz bilə bilirik. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan ətraflı şəkildə baxa bilərsiniz. İkinci sualımızda bizdən soruşulur. Avropa və Asiya ölkələrinin təcrübəsi nəyi göstərir? Ekranın sol tərəfində qeyd etdiyim hissədən bizə məlum olur ki, ictimai nəqliyyatı rahat və təhlükəsiz etmək insanların ondan daha çox istifadə etməsinə səbəb olur. Bunun əsasında doğru cavabımız A variantı. Uyğun şərait yaradılmaqla ictimai nəqliyyatdan istifadə edənlərin sayı arta bilər. 73-cü sualımızda mətn əsasən nədən bəhs edir? A variantı Asiya və Avropa şəhərləri, bəzi hissələrdə bu şəhərlər haqqında danışılır, amma mətnin əsas mövzusu bu deyil. B variantı Asiya və Afrikanın əhalisi, mətn bu barədə deyil, sadəcə qeyd olunur ki, bu regionlarda insanlar ictimai nəqliyyatdan istifadə edir. C variantı yanlışdır. Electric trams mətndə bir dəfə çəkilir, amma əsas mövzu yenə bu deyil. D variantı isə doğru cavabımızdır. Fərdi və ictimai nəqliyyatdan istifadə olunması haqqında danışılır. Y variantı da yanlışdır. Yalnız orada bir dəfə. Bu haqda danışılır ki, velosiped cığırları insanların sağlamlığını inkişaf etdirir. Lakin əsas mövzumuz bu deyil idi. 74-cü sualımızda yanlış olan variant tələb olunur. A variantımız yanlışdır. A variantında deyilir ki, avtomobildən istifadə olunması müəyyən bir yerə çatmaq üçün çox vaxt aparır. Lakin mətndə isə deyilir ki, faster, yəni daha sürətlidir. Bu səbəbdən də much time olması yanlışdır. 75-ci sualımızda verilmiş cümlənin ardının tamamlanması tələb olunur. Mətndə qeyd olunur ki, Şimali Amerikanın bir çox yerlərində ictimai nəqliyyat mənfi cəhət hesab olunur. İctimai nəqliyyatdan istifadə edənlər bir çox problemlərlə qarşılaşırlar. Halbuki avtomobil insanlara daha tez çatmağa imkan verir. Bu səbəbdən də doğru cavabımız D variantı. Müəyyən problemlərə səbəb olur. 76-cı sualımızda doğru cavabı tapmaq tələb olunur. Birinci, yanlışdır. Fransada elektriklə işləyən küçə tramvayları çox səs-küylüdür.
Əksinə olaraqdan mətndə silently verilib, yəni səssiz şəkildə işlədiyi qeyd olunub. İkinci doğrudur. Bəzi insanlar ictimai nəqliyyatdan istifadə edərkən çətinliklərlə qarşılaşır. Üçüncü yanlışdır. İctimai nəqliyyat şəxsi avtomobillərdən daha bahalıdır. Əksi olaraqdan cheaper, yəni daha ucuz qeyd olunub. Dördüncü isə doğrudur. Asiya və Afrikada insanların çoxu ictimai nəqliyyatdan istifadə edirlər. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın. Dərslərimizə qoşulmaq və yaxud da ətraflı məlumat almaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz.